Siz gözləyirdinizmi ki, Azərbaycan vurulsun, Naxçıvan vurulsun? Cənubi Qafqazın bu proseslərə müharibənin arealı genişləndirdikcə cəlb olunacağı qaçılmaz faktorlardan biridir. Niyə qaçılmaz faktorlardan biridir? Çünki İran özünün müdafiə məqsədi ilə çevrə dövlətlərin hamısını müharibəyə cəlb etmək, regionda daha qanlı savaşın senarisini hazırlamaq, nəticə itibarilə də Amerika Birləşmiş Ştatları və İsrailə bu yolla təsir etmək imkanlarını əldə etmək istəyirdi və bu istiqamətdə də fəaliyyət göstərirdi. Ona görə də bazılar adıyla da bir sıra qonşu dövlətlərə hücum etmişdi. Ən son dünən Türkiyəyə olan hücumdan və bugün də Azərbaycana atılan pilotsuz uçuş aparatlarından sonra bir daha qənaətimiz təsdiqlənir ki, İran çıxılmaz bir durumda daha çox region dövlətlərini bu prosesə cəlb etməklə Amerika Birləşmiş Ştatlarının və İsrailin region müharibəsi adı altında bu planlarını durdurmağa hesaplayan addım atır. Bu da onun son çırpıntılarıdır, son hesab edirəm ki, planlarından biridir. Niyə Azərbaycan hədəfə alınır və maraqlı məqamlardan biri də budur ki, bugün qeyd olundu bir sıra informasiya agentlikləri xüsusilə qeyd etdilər ki, İraqla sərhəd bölgəsindəki ora Güney Azərbaycanda Qərb Azərbaycan adlanır, Urmiya istiqamətini. O istiqamətdən Kürd silahlı birləşmələri İran ərazisinə quru sərhədini pozaraq artıq keçiblər və döyüş əməliyyatlarına başlayıblar. İran silahlı qüvvələri də burada müqavimət göstərir. Məsələ belə olacağı təqdirdə, quru əməliyyatlar və Kürd problemi ortaya çıxacağı təqdirdə mütləq prosesə Azərbaycan və Türkiyə cəlb olunacaq. Niyə cəlb olunacaq? Çünki əgər 6 milyonluq bir Kürdün haqqı və hüququ uğrunda Amerika Birləşmiş Ştatları və yaxud da İsrail hansısa bir plan cızırsa, İran daxilində də bunu bilirlərsə, 40 milyonluq Azərbaycanın haqlarından kimsə keçməyəcək. Nə Azərbaycan, nə Türkiyə keçməyəcək, nə 40 milyonluq Güney Azərbaycanlı da öz haqlarından orada keçmək barədə düşünülür. Biz dünənə qədər Azərbaycanın rəsmi strukturları, cənab prezident başda olmaqla, İrana qarşı xoş niyyətlərini və mövqelərini çox açıq ifadə etdilər, qoydular. Hətta Azərbaycan prezidenti rəsmi olaraq İranın Azərbaycandakı böyük elçiliyinə, səfirliyinə ziyarət etdi və orada başsağlığı fikri verdi, başsağlığı verdi və anım kitabına da öz fikirlərini qeyd etdi. Bundan xoşməramlı başqa bir şey ola bilməzdi. Bundan xoşməramlı və qonşuluq münasibəti çərçivəsində beynəlxalq hüquqa və qanunlara riayət etmənin timsalı nümunəsi ortada ola bilməzdi. Bütün bunlardan sonra Azərbaycan hədəf seçilirsə və həm də təsadüf ola bilər deyə İran Xarici İşlər Nazirliyi mövqe bildirirsə, təsadüf birdən olur. Amma Azərbaycan ərazisinə Naxçıvana bir dənə pilotsuz uçuş aparatı gəlməyib. İkisi ən azı bugün təsdiq olunmuş 2 uçuş aparatı düşüb. Bu o deməkdir ki, təsadüf deyil. İkinci, hədəf məktəb və mülki əhalinin yaşadığı, o cümlədən də strateji cəhətdən əhəmiyyətli olan aeroport olub və bunların yaxınlığına düşüb. İranın Naxçıvan Muxtar Respublikasının ətraf aləmlə bütün münasibətlərini təcrid etmə düşüncəsi və fikri, o cümlədən də bizim trip layihəsi qırmızı xəttimizdir deməsi bu istiqamətdə ciddi şəkildə Azərbaycan tərəfini düşünməyə vadar edir. Azərbaycan bu istiqamətdə ciddi şəkildə düşünməlidir. Nə etməliyik bu istiqamətdə? Hansı addımlar atılmalıdır mövcud durumda? Əvvəl onu qeyd edeyim ki, Azərbaycanın bugün həm dostları və müttəfiqləri, həm özünün şəxsi gücü, ərazisini və suveren hüquqlarını qorumağa və əhalinin təhlükəsizliyini təmin etməyə kifayət qədər imkan verir. Və bu istiqamətdə İranın Azərbaycanın hər hansı bir təhdidi bizi qorxutmağa, geri çəkilməyə məcbur edən bir strateji müəyyənləşdirə bilməz. Bundan hər kəs arxayındır, hər kəs əmindir. Amma burada ikinci bir məsələ ortaya çıxır. Əgər Azərbaycan, ondan əvvəl isə Türkiyə hədəf götürülübsə, Türk dünyası bu istiqamətdə nələr etməlidir, nə etməlidir? Mənə belə gəlir ki, ilk növbədə artıq Türkiyə və Azərbaycan məsləhətləşmələri ilə yanaşı ki, bu məsləhətləşmələr var, Azərbaycan tərəfi artıq bəyənilib ki, biz müttəfiqlərimizlə bu istiqamətdə məsləhətləşirik və danışırıq.
Orta Asiya Cumhuriyətləri, Türkbanın və Türk dilli dövlətlərin birliyi bu prosesə cəlb olunmalıdır. Niyə cəlb olunmalıdır? Niyə bu danışıqlar mərhələsində iştirak etməlidir? Çünki İran gözümüzün qarşısında artıq fərqli istiqamətə gedir. İran əgər bu şəkildə davam etsə, içəridə milli kimlik savaşlarına qədər gətirib çıxara bilərlər. Milli kimliyin ən böyük qolu orada Azərbaycandır. Milli kimliyin ən böyük qolu Azərbaycandan böyük kimsə yoxdur. İstər türk faktoru kənarda qalarkən Kürd, istər Bəluç, istər Lor, istər digərləri say kəmiyyət etibarilə Azərbaycandan 6-7 dəfə azdır. 6-7 dəfə azdılar bunlar say etibarilə. Və heç birinin arxasında da Azərbaycan və ya Türkiyə kimi ciddi bir dövlət durmur. Azərbaycan prezidenti dəfələrlə mövqelərində ifadə edib ki, mən 50 milyonun prezidentiyəm. 50 milyonun prezidenti kimi də hər zaman məsuliyyətini və onların da təhlükəsizliyi məsələsini hər zaman önə çəkib. Lakin Birləşmiş Millətlər Təşkilatında qəbul etdiyi və o cümlədən də beynəlxalq hüququn da əsasını təşkil edən dövlətlərin sərhədlərinin toxunulmazlığı və suveren hüquqlarına da hörmətini izhar edib, ta dünənki mövqeyə qədər də bu aydın görünür. İndi İranda bu proseslər baş verirsə, mütləq və mütləq Azərbaycan tərəfi də, Türkiyə tərəfi də, o cümlədən Orta Asiya Cumhuriyyətləri də, Türkistan Cumhuriyyətləri də bu məsələdə vahid mövqe sərgiləməlidirlər. Azərbaycan türkləri, Qaşqay türkləri, Xorasan türkləri ki, bunu İran bu bölgü ilə gətirib, türkdür, nə fərqi var region olaraq? Qaşqaydır, yoxsa Xorasandır, yoxsa Təbriz türküdür, yoxsa Urmiya, Xoy, Mərənd, Səlmas və yaxud da başqa bölgənin Qaradağ türküdür. Türkdür, bu türklərin hamısının haqq və hüquqlarını qorumaq həm də türk dilli dövlətlərin birliyinin məsələsidir. Buna görə masaya oturulmalıdır. Əgər İranda milli kimlik savaşı və haqq uğrunda bir ayaqlanma olacaqsa, bir bölgü olacaqsa, türklərin oradakı haqqına kimsə girə bilməz, kimsə də girməməlidir. Güney Azərbaycan təşkilatları da bu istiqamətdə ayaqda olmalıdırlar. Güney Azərbaycan təşkilatları da bu istiqamətdə mövqe və maraqlarını ortaya qoymalıdırlar. Məsələ liderlik savaşı deyil, orada kiminsə lider olması, kiminsə bu xalqların gələcəkdə həll edə biləcəyi məsələdir. Amma bugün milli azadlıq savaşı başlayacaqsa, İran ətrafında senarilər bu istiqamətdə çəkiləcəksə, mütləq və mütləq bizim də haqq və hüquqlarımız üçün Türkiyə, Azərbaycan və bayaq qeyd etdiyim kimi Türkistan Cumhuriyyətləri mövqe sərgiləməlidirlər. İçəridə bir Kürd ayaqlanmasını ABŞ və İsrail saxlayacaqsa, İran da bu istiqamətdə Azərbaycan türklərinin haqq və hüquqlarının boğulması istiqamətində addım atmağa çalışacaqsa, bütün türk camiyyəsi İran ərazisində yaşayan, istər Tehranda, istər Kərəcdə, istər Təbrizdə, Urmiyada, Xoyda, Səlmasda, Qaradağda və digər Həmədanda, hər bir şəhərdə yaşayan türklər də artıq milli kimlik savaşının baş şüarını müəyyənləşdirib ortada olmalıdırlar. İqbal bəy, belə fikirlər var. Hazırda düşünürlər ki, indiki vaxtda bu biraz təhlükəli görünə bilməzmi? Nə düşünürsünüz? Təhlükə var artıq, təhlükə ciddidir. Əgər İraq ərazisindən PKK-nın hərbi güclərini İrana Qurus yolla daxil etməyə çalışan qüvvələr varsa, ortada milli kimlik savaşı var və kiminsə hansısa milli azlığın haqqını təmin etmək məsələsi var. Milli azlıqlar haqqını almaq istəyirlərsə, nədən milli çoxluq haqqını almaq barədə düşünməsin? Türklər orada milli çoxluqdur. Milli çoxluq niyə haqqını almasın? Milli azlığın haqqı verilsin də milli çoxluğun haqqı verilməsin. Onda mən bir sual da verim, çünki tamaşaçılar maraqlandırır belə suallar və belə həssas dönəmlərdə. İndi belə bir sual çıxa bilərmi ortalığa? Azərbaycan, bizim öz dövlətimiz bir müharibəyə girə bilərmi sualı? Hər kəsi düşündürür bu məsələlər. İndi bax, ərazimiz vuruldu, Müdafiə Nazirliyinin çox sərt bir cavabı oldu, cavab veriləcək deyildi. Bax, bu nə anlama gəlir? Hər şey ola bilər. Azərbaycanı bu müharibəyə cəlb etmək istəsələr, Azərbaycan ərazisinin təhlükəsizliyi və əhalisinin təhlükəsizliyi, suverenliyinin və müstəqilliyinin qorunması istiqamətində istənilən savaşda ola bilər. Bu proses genişlənərsə. Amma bundan fərqli bir faktor da ortada ola bilər. 40 milyon Azərbaycan türkünün Güney Azərbaycandakı təhlükəsizliyi sual altında olsa, Azərbaycan yenə girəcək proseslər. Azərbaycan yenə proseslərin içərisində olacaq. Çünki onların haqqını bizdən başqa, Türkiyədən və Türkistan Cumhuriyyətlərindən başqa qoruya biləcək ikinci bir qüvvə yoxdur.
Başqa bir kimsə onların hüquqlarını qorumur. Hər kəs bir Kürt yançısı kimi çıxış edir, hər kəs bir Bəluz yançısı kimi çıxış edir, hətta Lor yançısı kimi çıxış edir. Amma Türk yançısı kimi və yaxud da Türkün haqları və hüquqları uğrunda mübarizə apara biləcək kimsə ortada olmur. Belə olacağı təqdirdə nədən Türkiyə, nədən Azərbaycan orada olan 40 milyonun haqq və hüquqlarının qorunması istiqamətində addım atmamalıdır. Kim onu ümumiyyətlə müəyyən edib ki, yox siz mütləq və mütləq sona qədər neytral qalmalısınız. Biz o zaman neytral qala bilərik ki, bu İranın fərqli istiqamətdə mübarizəsinə və yaxud da İranın bütövlüyü çərçivəsində xalqlar hamısı eyni mövqeni göstərər. Yox, əgər İranda Güney Azərbaycanlılar 40 milyonluq bir toplum haqq və hüquqları üçün meydanlara çıxacaqsa və onlar qətliam ediləcəksə, onların təhlükəsizliyinə zəmanət verən olmayacaqsa, onlar zərbə altında qalacaqsa, onlar bugün müharibənin ən şiddətini öz üzərlərində hiss edəcəklərsə, onda Türkiyə və Azərbaycan bağışlayın mövqeyini açıq qoyacaq. Mən buna əminəm, əminliklə deyirəm bunu və bu prosesin içərisində olacaq. Azərbaycan danışıqlar masasının və Türkiyə danışıqlar masasının İran məsələsinin ən böyük ayağıdır. Ən böyük ayağıdır. Bundan böyük kimsə yoxdur. Hətta Amerika Birləşmiş Ştatları və İsrail belə nə qədər müharibənin yükünü və Türkiyə-Azərbaycan münasibətlərindən kənar orada baş verən hadisələri kontrol altında saxlayıb aparsalar da, diktə etsələr də, strategiya, taktika müəyyən etsələr də, sonda yenə də Azərbaycan və Türkiyənin mövqeyi olmadan İran məsələsində ortaq mövqeyə gəlmək çox çətindir, mümkünsüzdür. Biz 20 il, 25 il, 30 il bundan əvvəl bəlkə federativ və yaxud da konfederativ İran anlamını qəbul edən bir toplum idik. Çünki onda milli kimlik savaşının bəlkə zəif bir dövrü idi. Bugün milli kimlik savaşının federativ və konfederativ əsaslarla İran qorunması dövrü deyil. Orada milli kimliyin milli istiqlal davası var. Milli kimliyin milli müstəqillik davası var. O milli müstəqilliyi, o milli istiqlal savaşı kimsənin Güney Azərbaycanın İranın daxilində federativ və yaxud da konfederativ əsaslarla qalmasını şərtləndirən masaya paket qoya bilməz. Nə Amerika Birləşmiş Ştatları qoya bilməz onu, nə İsrail qoya bilməz, nə digərləri qoya bilməz. Və mütləq İranda əgər rejim dəyişikliyinə gedəcəklərsə, ki bugün verilən mesajlar rejim dəyişikliyi üçün deyil, daha çox rejimin başında olan adamların dəyişilməsi üçündür. Amma force-major hadisələrində proses uzandıqca force-major hadisələr ortaya çıxır və senarilər dəyişə bilir. Daha çox iç qüvvələrin proseslərə cəlb olunması və içdən hakimiyyətin devrilməsi məsələsi çıxır ortaya. İçdən də hakimiyyətin devrilməsi məsələsi ortaya çıxdıqca milli kimlik davası önə çıxacaq. Çünki Kürdlər elə belə vuruşmayacaq orada. Kürdlər İranda molla rejiminin başında dayananları dəyişib yeni adamların gətirilməsi və yaxud da Pəhləvinin gətirib şah rejimi qurulması uğrunda mübarizə aparmayacaqlar. Onlar savaşa girəcəklərsə, onlara demək bir şeylərdə onlara vədlər verilib və o vədlərin də müqabilində onlar sərhədi pozaraq İran ərazisinə girib də savaşa qoşulmalı üstün tuturlar. Suriyada burnu əzilən, İraqda burnu əzilən Kürt PKK-sı və yançı təşkilatlar, silahlı terrorçu qruplar Türkiyədən qovuldu. İndi bir yerdə özlərinə bir məskən salmalıdırlar və indiyə qədər apardıqları mübarizənin nəticəsi olaraq bir şeylər əldə etmək istəyirlər. Zəif halqa İrandır və Amerika Birləşmiş Ştatları, İsrail bu proseslər uzandıqca təkcə havadan zərbə və yaxud da liderlərin sıradan çıxarılması ilə İranın gələcək talihini müəyyən etməyin müşküllüyünü görüb də bu istiqamətdə fəaliyyət göstərmək istəyirlərsə, mütləq onlara bir vədlər veriblər. O vədləri kimsə Kürdə veribsə, Türk o vədi özü alacaq. Kimsə o vədi Kürdə veribsə ki, sənə burada dövlət düzəldəcəyik, o dövlətin də müqabilində sən dəstək ver, İran ərazisində bir parçalanma olsun, Türkün haqqı hər kəsdən yuxarıdır və Türkün buna imkanları qat-qat böyükdür. Biz yalnız deyilik, biz bu istiqamətdə tək deyilik. 40 milyonluq oradakı Azərbaycan türkləri ilə yanaşı bizim 80 milyon Türkiyəmiz, bizim 10 milyonluq Azərbaycanımız, bizim az qala 80 milyona yaxın Orta Asiya Cumhuriyyətləri var. Orta Asiya Cumhuriyyətləri də yaxalarını kənara çəkməməlidirlər. Xorasan türkləri də, Qaşqayı türkləri də həm Türkmenistanla, həm Özbəkistanla, həm Qırğızstan, Qazaxıstanla sıxı surətdə bağlı olan, tarixi kökləri olan bir millətin
övladlarıdır. Bu istiqamətdə buna görə də Türk birliyi öz mövqeyini açıq ortaya qoymalıdır. Bu məsələ yeni müstəviyə çıxarılmalıdır. Türkiyə tərəfindən çıxarılmalıdır özəlliklə. Çünki Türkiyə bir NATO dövlətidir. Türkiyə Amerika Birləşmiş Ştatları ilə müttəfiqdir. Türkiyə bu istiqamətdə mövqeyini açıq qoymalıdır ki, İranda hər hansı bir yeni senaride mütləq və mütləq Türkiyə olmalıdır. Türkiyənin yanında Azərbaycan olmalıdır. Və içəridəki proseslərdə Kürt, Bəluc ayağını, Ərəb, Lor ayağını tutanlar Türk ayağını unutmamalıdır, Türk ayağı onun başında gəlməlidir. Bu məsələnin başında Türk məsələsi dayanır.